Məhəmməd ibn Füzeyldən deyilir ki, İmam Kazım əleyhissalamdan deyir, bu ayəni soruşduq ki, onlar Allahın nurunu ağızları ilə söndürmək istəyirlər. Kafirlərin xoşuna gəlməsə də Allah öz nurunu tamamlayacaq. Deyir, bunun izahını soruşdu İmam Kazımlə. Deyir, İmam dedi ki, onlar İmam Əlinin vilayət nurunu, yəni əslində vilayəti, həmin o imamət sistemini, imamların varlığını, bunu ağızlarına söndürmək istəyirlər. Sonra dedim ki, bəs buyurur ki, Allah amma öz nurunu tamamlayacaq. Bunun mənası nədir? Deyir, İmam buyurdu ki, Allah Teala imaməti kamilləşdirəcək. Nə ilə? İmam Mehdinin zuhuru ilə. Çünki o, biz Allaha və Peyğəmbərinə ha belə nazil etdiyimiz nura ifadəsini işlətmişdir. Nur həmin o imam mənasındadır. Bu da bir nöqtə. Sonra deyir, mən dedim ki, Peyğəmbərini hidayət və haqq dilinə göndərdi cümləsinin mənası nədir? Buyurdu ki, o elə bir şəxsdir ki, Allah öz rəsuluna onun vilayətini insanlara elan etməsini əmr etdi. Vilayət həmən haqq dindir. Sonra deyir, mən sual verdim ki, onu bütün dinlərə qalib edər ayəsinin mənası nədir? İmam buyurdu ki, Həzrəti Qayyim, İmam zuhur edən zaman bütün dinlərə həmən İslam dini qalib olacaqdır. Bu hədislər elə biləm ki, çox zəruridir ki, ayəni real olaraq bizim üçün aydınlatsın, bizə başa salsın ki, əslində Allah bütün dinlərə qalib eləyəcək və o Həzrəti Məhdi əleyhissalamın əli iləndir və bu nüansı bayaq dedim, yenə də deyirəm ki, doğrudan da imamətin zərurəti nə qədərdir? Ki biz həmən dönəmdə başa düşəcəyik ki, imamət nə qədər zəruridir. Necə başa düşəcəyik? Görəcəyik ki, Allah çox mühümdür. İnsan bax belə deyəcək ki, vay, bir dəfə dünyada yaşayıram, amma Allahı tapmadan gedəcəm mən. Yəni ömrüm bitir, amma mən Allahı bu dünyada tapmadan gedirəm. Tapmadan bilirsiniz nə deməkdir? Qoy bunu da izah eləyim. O dönəmin əhəmiyyətini və imamətin əhəmiyyətini çatdırmaq istəyirəm. Bir insan deyir, vay, Allahı tanımadan dünyadan gedəcəm. O dönəmdə insan bunu daha çox hiss eləyəcək. Çünki bütün səs-küy kəsilib deyə, bütün hər şey səs-küy kəsilib, insanların narahatçılıqları yoxdur. Buyurdu bayaq ki, ayələrdə dedi ki, əminamanlıq olacaq, firavanlıq olacaq deyə insanlar qaçaqovda olmayacaqlar. Gah maddiyyat arxasıca, gah çətinlik arxasıca, xəstəlik arxasıca olmayacaqlar. Və fəsad yerləri yoxdur deyə insanlar fəsad yerlərinə də tələsmirlər. İnsanlar ki, aramdılar, rahat dayandı, onda fitrətin səsi eşidiləcək. Fitrətin səsi eşidiləndə insanlar Allahı görəcəklər, Allahı daha doğrusu varlığını başa düşəcəklər. Və deyəcəklər ki, biz onu tapmaq istəyirik. Biz onu hiss eləmək istəyirik. Yəni, ruhum onu hiss eləməyəcək bir haldadır. Mən indi elə bir haldayım ki, onun varlığını bilirəm var, amma mən onu hiss eləyə bilmirəm. Mən onu tapmalıyam. Necə tapacam? Onda Əhl-i Beytin varlığının zərurətini anlayacaq.